BMW X2 tezliklə səhifəmizdə bölüşəcəm. Gəlmişəm sifarişçimiz üçün baxıb, yoxlanış edib avtomobili almağa. Öncə qeyd etdiyimiz kimi Fokar şirkəti tək yalnız Azərbaycan deyil, SNG ölkələrinə də avtomobil göndərir. Avtomobili yaxından tanış edim. LED işıqlar, 19 ölçüdə disklər. Avtomobilin istehsalı 2021-ci ilin mart ayıdır. Açılan lüku, salonunu sizə göstərim. Kofe rəngindədir. Buradan güzgülər qatlanır, memory paketi, elektrik tənzimlənir. 56.000 yürüşü var avtomobilin. İngilis dilində menüsü mövcuddur. Stəkanlığı, rejim dəyişmək, buradan kontrol, arxa oturacaqları, bilirsiniz X2 modelləri balaca olur. Avtomobil ideal vəziyyətdədir. Çində təqribən qiyməti 20.000 dollara yaxındır. Komment bölməsində fikrinizi bildirərsiniz. Azərbaycanda bu tip avtomobillər hansı qiymətədir? Avtomobildə heç bir problem yoxdur. Bagaj hissəsi düymə ilə açılır, belə bir şey və buradan da düymə ilə bağlaya bilərsiniz. Əgər ikinci əl avtomobil əldə etmək istəyirsinizsə, Fokar şirkəti ilə əlaqə saxlayın, prosesi izah edim. 1000 dollar beh ödəyirsiniz və istədiyiniz avtomobilin kriteriyalarını əməkdaşlarımıza qeyd edirsiniz və Çindəki əməkdaşlarımız sizin istəyinizə əsasən avtomobil axtarış edib təklif edir. Ambiyant işıqlar, harmon kardon səs gücləndiricisi maksimal versiyadır. Buradan rejimlərini dəyişə bilirsiniz. Kontrol panel, oturacaqlarda qızdırıcı var, menüsü ingilis dilində, start stop, açarsız giriş və adaptiv cruise kontrol.